Arazda bu həftə möhtəşəm endirimlər var. Videonun sonuna qədər diqqətlə izləyin ki, endirimləri qaçmayın. Fairy Platinum Hanski 750 ml 5 manat 99 qəpiyə düşüb. Colgate diş macunu 100 ml 3 manat 85 qəpiyə düşüb 5 manat 90 qəpikdən. Pervullarda qəşəng endirim var. Hanski 849-dan 4 manat 58 qəpiyə düşüb. Ariel yuyucu tozu kilo yararlıq 11 manat 30 qəpidən 5 manat 99 qəpiyə düşüb 47% endirim ilə. Bir sözlə möhtəşəm endirimlər var. İstər ərzaq bölməsində, istər qeyri-ərzaq bölməsində. Möhtəşəm xəbəri qaçırmayın. 19 iyun tarixinə start verən endirim kampaniyası 2 iyul tarixinə dəkdir. Bura mağazanın Saray Postuna yerləşən böyük filialı. Ümumiyyətlə fərqi yoxdur. Burada göstərdiyim endirimlər bütün Araz Market filiallarında keçərlidir əziz dostlarımız. Litr yarımlıq Fairy'nin qiyməti 6 manat 99 qəpiyə düşüb 11 manat 60 qəpiyə. Rexonla 150 ml-lər 7.39-dan 3 manat 99 qəpiyə. 400 ml Head & Shoulders şampunun qiyməti 12 manat 50 qəpidən 6 manat 99 qəpiyə düşüb. Bu isə 44% endirim edir. 2 yıla qədər bu kampaniya keçərlidir. Yumurta ağ 9 qəpiyə, sarı yumurta 10 qəpiyə düşübdür. Nescafe Gold 95 qramlıq 13 manat 50 qəpidən 7 manat 99 qəpiyə düşüb. Gördüyünüz kimi bu da 40% endirim edir. Nesquik səhər yeməyinin qiyməti 5 manat 49 qəpiyə düşüb 8.35-dən. 2 yıla qədər bu endirim kampaniyası qüvvədədir. Zaçaya günə baxan yağının qiyməti 4 manat 50 qəpidən 3 manat 49 qəpiyə düşübdür. Berqa çayı ən çox soruşulan çaydır. Bəli, Berqa çayda endirimdədir. 6 manat 41 qəpidən 5 manat 29 qəpiyə düşüb 17% endirim ilə. Doymaq makaronu 1 manat 25 qəpiyə deyil, mağazada 99 qəpiyə satılır. Bu isə 21% endirim edir. 500 qramlıq Maestro makaronları 1 manat 80 qəpikdən 1 manat 69 qəpiyə düşür. Və bu endirim kampaniyası 2 iyul tarixinə dəkdir. Qarabaşaq 1 manat 50 qəpikdən 99 qəpiyə düşüb 34% endirim ilə. Tat sərinləşdirici içki 250 ml 60 qəpikdən 45 qəpiyə düşüb 25% endirimlə. 19 iyundan start verən bu endirim kampaniyası 2 iyul tarixinə qədərdir. 5 kiloqramlıq Ariel yuyucu tozu 39 manat 40 qəpikdən 17 manat 99 qəpiyə düşüb 54% endirimlə və bu endirim kampaniyası 2 iyula qədərdir. Paraşoklarda endirimlər var, salfetkalarda qəşəng endirimlər var. Baxın, məsəl üçün Auraları göstərəcəm sizə. Aura demək ki, kağız dəsmallar hansı ki 3 qat 6 rul 12.65-dən 7 manat 99 qəpiyə düşüb. 36% endirim və bütün arazlarda da bu kampaniya keçərlidir əziz dostlarım. Videoları izlərkən bəyənib kanala abunə olmayı unutmayın ki, bu kimi endirimləri qaçırmayasınız. Perolar baxın, Pero tualet kağızı 3 qat 24 rul 20.95-dən 9 manat 99 qəpiyə düşüb. Bismak unu 1 kiloqramlıq 1 manat 63 qəpikdən 99 qəpiyə düşüb. Doyma unu 1 kiloqramlıq 1 manat 19 qəpiyə düşüb 1.60-dan 26% endirim ilə. Ariel yuyucu tozunun qiyməti 24 manat 10 qəpikdən 10 manat 99 qəpiyə düşüb 54% endirim ilə. 180 ədədlik blom salfeti 1 manat 50 qəpik hara qədər 89 qəpiyə görə nə qədər fərq var qiyməti. 89 qəpiyə düşüb. Nə az nə çox 40% endirimi var. Möhtəşəm endirimdir. Limon Fresh'də var hansı ki 99 qəpiyə düşüb 1 manat 10 qəpikdən. Part-time'lar var hansı ki 1 manat 95 qəpikdən 1.19-a düşüb 38% endirim ilə. 9 ml frut motivlər 1 manat 80 qəpikdən 1.39-a düşüb 22% endirimlə və gördüyünüz kimi bu endirim kampaniyası 2 yıl tarixinə dəkdir. Vipslər də endirimə düşübdür. Vipsin bütün çeşidləri 500 ml-lər 1.35-dən 99 qəpiyə düşüb. Xlipslər 29% endirimdə 1 manat 40 qəpikdən 99 qəpiyə düşüb. Briz dezodorantları 6 manat 55 qəpikdən 3 manat 75 qəpiyə düşüb 42% endirimdə və bu endirim kampaniyası 2 yıla qədərdir. Uşaq bezlənləri qəşəng endirim var. Yer gəlmiş yolunda gedirik. Baxın, Pampers jumbolar misal üçün 39% endirimlə nömrə 1-dən nömrə 6-ya qədər 35 manat 99 qəpiyə düşüb 59.30-dan. 90 qramlıq Protexlər baxın 1.95-dən 1 manat 15 qəpiyə düşüb 41% endirimlə və bu endirimdə 2 yıla qədərdir. Sevimli dad Doktorski Lubuteski kalbasalar 10 manat 49 qəpiyə düşüb 14 manat 40 qəpikdən. Ovqat Toyo kalbasası 15 manat 60 qəpikdən 11 manat 99 qəpiyə düşüb. Sab paytaxt kalbası 11.68-dən 7 manat 99 qəpiyə düşüb. Sasiskalarda endirim var. Kebablık saskası 15.60-dan 9 manat 99 qəpiyə düşüb 35% endirim ilə. Sevimli dad közləmə saskası 15 manatdan 10 manat 99 qəpiyə düşüb. Ariel yuyucu tozu kilo yarımlıq 11.30-dan 5 manat 99 qəpiyə düşüb. Maloçun bir kərəği 24.50-dən 21 manat 49 qəpiyə düşüb. Belarus yağı var hansı ki 20 manat 49 qəpiyə düşüb. Maslissimo kərəği var 22 manatdan 16 manat 99 qəpiyə düşüb. Peygah kərəği 19.95-dan 17 manat 49 qəpiyə düşüb. Kavland kərəği var hansı ki 22 manatdan 16 manat 49 qəpiyə düşüb 25% endirim ilə. 82% French Craft kərəği 28.90-dan 25 manat 75 qəpiyə düşüb. Karovuşka kərəği 17.69-a düşüb. Bu isə 23% endirim edir. Athena kərəği 17 manat 95 qəpiyə düşüb 20 manat 40 qəpikdən. Ümumiyyətlə yağlarda da endirim çoxdur. Baxın, Brenk yulluqlar endirimdədir. Spirit yağlar var ki 6.89-dur. Rasiyanka spirit yağı 4.99-dur. 82.5% Rasiyanka yağı isə 7 manatdan 5 manat 25 qəpiyə düşübdür. Saratovski margarin yağlar var 60%, 3 manat 99 qəpidir.
Endirimlər mən deyirəm bütün bölmələrdə var. İstər ərzaq bölməsi olsun, istər yuyucu təmizləyici vasitələr, qeyri-ərzaq bölməsi olsun və kompaniyadakı 19 iyun tarixindən start verilibdir, 2 iyul tarixinə dəkdir. Bütün Araz marketlərdə də bu endirim kampaniyası keçərlidir. Adətən sual verilir ki, bəs çəkiliş etdiyiniz mağaza hansıdır? Çəkiliş etdiyimiz mağaza Saray postuna yerləşən böyük Araz marketlərdən biridir. Fərqi yoxdur əziz dostlarımız. Burada göstərdiyim kampaniyalar bütün Arazlarda keçərlidir. Yəni sizə ən yaxın olan Araz marketlər şəbəkəsinə yaxınlaşıb siz də bu endirimlərdən faydalana bilərsiniz əziz dostlarımız. Videoları izlərkən səhifəmizə abunə olmağı unutmayın, videomu bəyənməyi unutmayın ki, möhtəşəm endirimləri qaçırmayasınız. Çünki 2 iyuldan sonra yenə də möhtəşəm kampaniya olacaq və bu haqqda paylaşım edəcəyik. Baxın əziz dostlarımız, həmişə mən bu sözü deyirəm və yenə deyirəm və yenə təkrar edirəm. Çünki adətən biz yazılır ki, qarşı mən nə bilim Suraxanı filialındayım, Araz marketdəyim, nə bilim mən Əhmədliyə getmək istəyirəm. Bu endirimlər orada varmı əziz dostlarımız? Burada göstərdiyim kampaniyalar, burada göstərdiyimiz endirimlər, istər ərzaq bölməsi, istər qeyri-ərzaq bölməsində olan bütün Arazlarda keçərli. Hələ konfetlərə baxın, Roşenləri görürsünüz. 9 manat 99 qəpiyə düşürdü. Sonra bunlar nədir? Roşen Johnny Cracker şokoladlar var, hansı ki 12 manat 48 qəpdən 9.99-da düşüb 19% endirimlə. Fabiola Limondellər də endirimdədir, hansı ki 12 manatdan 9.99-da düşübdür. Dorna burgerlər 12 manat 50 qəpidən 8.49-da düşüb 32% endirim ilə. Şokoladlı piçenli çamaqlar 2 manat 90 qəpidən 1.99-da düşüb 31% endirim ilə. 7 Days kruasanı isə 1 manat 30 qəpidən 99 qəpiyə düşüb. Endirim çoxdur, gördüyünüz kimi. Ərzaq bölməsində də endirimlər var, yuyucu təmizləyici vasitələrdə möhtəşəm endirimlər var, qeyri-ərzaq bölməsində qəşəng endirimlər var. Bu Araz market Saray postuna yerləşən böyük filiallardan biridir əziz dostlarımız. Videoları izlərkən səhifəmizə abunə olmağı, videonu bəyənməyi unutmayın ki, qarşıdan yeni endirim vloqları paylaşacağıq. Bugünkü vloqumuz bu qədər idi. Sağ olun, var olun.